Bugün də gəldim sizə bir daha yer köşk qeyqana pişirəm. Yiyin düşüncən. 3 dənə yumurta alacaqsan. Ay qaşığı vanil vuracaqsın. Vanillə yumurtanı bahəm qatacaqsın. 3 qaşıq, dolu qaşıq un vuracaqsan. Bu bir qaşıq. Bu da sən sağlıq. Bu da öz sağlıq. Məvadda qoyacaqsan istirahat eləyə. Ya 4 dənə bala yer köşat götürəcəksən, ya 3 dənə də böyüyün götürəcəksən. Rəndə götürəcəksən, məmur rəndə. Yap bala yeri. Kökləvi bu cür rəndəliyəndən sonra qatacaqsan məvadda var. Bir dənə dolu qaşıq, böyük qaşıq. Darçın atacaqsan. Darçın bir zərrə çox atacaqsan ki, məvadın darçın rəngi olsun. Və xillə girdəkan. Girdəkanı da atandan sonra geçək. Bu cür atışdıracaqsan. Qaşıq, çay qaşığı, pecin pudr. Pecin pudru qatandan sonra çox qatma bir-birinə qoy, biraz şişsin qəşəng olsun. Bir daha qalıb götürəcəksən, qalıb bir qəşəng yağla yağlayacaqsan. Yağlayıb qutulandan sonra qəşəng. Qoyacaqsan belə 200 dərəcə. Şəkər, su və zəfəran. Mürəbbə böləcəksən. Ya şirə soyuq olsun, ya qeyqanaqlarını doğrayıb qutulandan sonra qəşəng bu cür şirəsini tökəcəksən üstünə. Üstünün bəzəmanada mən girdəkan buyuram. Sizin yer köçü qeyqanaz, yerin üşücəm. Bura Behnamdır.